Herkes salamlayıram. Artıq bildiyimiz kimi 2 gündür Bakıda və rayonlarda intensiv yağışlardan sonra bir çox evlərimizdə su basmalar, dam örtüyünün düzgün vurulmamağı və digər hallarla qarşılaşırıq. Bu səbəbdən 2 gündən sonra tikdiyim bir evə yoxlanışa gedirəm. Burada 292 nömrəli məktəbdir. 292 nömrəli məktəbin tam yaxınlığında yerləşir evimiz. İnşallah evimizə yaxınlaşıb, orada ətraflı çəkiş edəcəyik. Görək dam örtüyümüzdə və yaxud da ki, həyətin urvini, yəni uklonu və yaxud da ki, Azərbaycan dilində desək, səviyyəmiz düzgün deyilsə, yəni bu bir çox hallarda həyətlərin suyun qalmağını və digər problemlər yaşadır bizlərə. İnşallah bu günləri onu yoxlamağa gedirik.